Salam, necəsiz? Bu günləri kələm dolması ilə başladıq və sizinlə hazırlamağa keçirik. İndi hal-hazırda kələmin baş hissəsindən bir neçə yerindən açdım ki, yarpaqlar rahat çıxsın və pörtlədirəm duzlu suda. İnşallah pörtlənsə yumşalsın, bükməyə keçəcəyik. Və soğanlarımı doğradım, düyümü yudum, qaba boşaltdım. İndi duzunu, istiotunu, əlmalarını vuracağım. Duzumu, istiotumu, sarıkökümü də sarıkök vurmamışım, onu da vuracağım və ağ reyhan, qırmızı reyhan, nanə qurusu və şüyüd qurusu. Bunları da əlavə elədim. Sarıkök də vurub qaydacağım. Bu da mənim sarıköküm. Deyəcəksiniz ki, kələm dolmasına nə sarıkök? Xeyr, mən xoşlayıram, zövqə görədir və sarıkök sağlamlı bir ədvadır. Türklər bilmirəm, buna bir fərqli bir ad deyir. Xoşum gəlir o addan da. Öncədən kələmlərimi pörtlətdikdən sonra bu formada hazır kəsib ayırıb qoymuşam. İndi bükəcəyik. Əti əlavə edim ədvaların üstünə, qarışdırım, ivsiyo. Başlayırıq bükməyə. Və ətimizi də əlavə elədim. Göyərti də əlavə elədim ki, şimdi şüyüd, indi qarışdıracağım. Dolmanın içliyini hazırladım, ətin necə hazırlanmasını çəkdim sizin üçün və bayaqları, kələmləri necə ayırmışdımsa görürsünüz, necə səliqəli, rahat şəkildə öncədən kələmləri hazırlayıb qoyuram və necə deyim sizə, sonra bükərkən çox rahat olur və bu kələmin orta hissəsi var, özə hissəsi, o hissəsini kəsirəm ki, yumşaq olsun, bükərkən çox rahat olsun deyə, esnek olsun deyə və bunları hazırlayıram. Öncədən qoyuram yenə kənara ki, mənim üçün çox rahat olsun deyə. Adətən insanlar var ki, yəni belə deyə, əl işindən asılıdır. İnsan var ki, buradan kələmi hazırlayıb, buradan bükür. Ona daha rahat gəlir, tez gəlir. Mənə isə belə rahatdır. Və kələmin bu hissələrini kəsmişdim. Yəni dəyirmə, dairəvi şəkildə kəsdim ki, yarpaqları çox rahat şəkildə pörtlənəndən sonra rahat şəkildə çıxsın. Yəni sonradan cıra-cırada yəni kələm heyif olmasın deyə, aralarına buxar keçsin və içəriləri də yumşalsın deyə rahat bu formada kəsirsiniz. Bunu mən nə üçün deyirəm? İlk dəfə başlayan, dolmanı ilk dəfə bişirən xanımlar üçün, qızlarımız üçün və yaxud da bəylərimiz üçün. Çünki bəzi bəylərimiz var ki, tək yaşayırlar və onlar necə hazırlanması qaydasını bilmirlər və bunları sırf onlar üçün çəkirəm və ətimi qarışdırdıqdan sonra rahat şəkildə onları bükməyə çalışacağım. İnşallah sizinlə də paylaşıram və bir mövzuya da toxunmaq istəyirəm. Deməli, mən başqa bir youtuberin, yəni bir xanımın vloguna baxdım. Daha vlog yox, yemək videosuna baxdım. Orada dolma bişirir, kələm dolması və arxasıcanda yarpaq dolması. Və bunu illərlə hazırlayan, illərin belə deyim, qoxunasını, mətbəğini sevən xanımlar, yemək bişirməyi sevən xanımlar çox gözəl bilirlər ki, ət ilə məşğul olarkən istər-istəməz dırnaqlar qaralır. Dırnaq qaralarkən dırnaqların içi, necə deyək sizə ki, yəni çik deyil, sadəcə ət qaraldır. Və yuduqdan sonra, yəni yeməyi hazırladıqdan sonra çıxan qabları yuyanda dırnaq həmin vəziyyətə gəlir çıxır. Çünki öncədən siz yəni video başlamamışda xanımın dırnaqlarına baxın və sonunda baxın, istərsəməz rəng qalır. Hələ ki yarpaq dolması bükərkən mənim dırnaqlarım nəinki uc hissəsi, ətrafları, dırnağımın ətraf hissələri də belə ətimin özü qaralır. Yəni mənim dərim və dırnağım elədir ki, rəng götürəndir. Və bunu bu formada bükməyə çalışıram. Çox yaxından çəkdiyim üçün dolma çox yekə görünür, amma əslində çox yekə deyil, orta boydadır. Bunu yəni çəkdim ki, bükülmə qaydasını da biləsiz deyə. Və xanımlar, bunu qoydum bişməyə və bir qaşıq da tomat əlavə elədim suyuna, duzunu əlavə elədim və qoydum bişməyə. Və bişərkən kərə yağı da əlavə elədim. Bu da son hali. Siz də edin, nuş eləyin.